Ölkəmizdə ağıllı radar sistemi quraşdırılıbmı? Sosial mediada belə məlumatlar yayılıb, məsələni araşdırdıq. Əvvəlcə ağıllı radar sistemi adlandırdığımız bu sistemin nə işə yaradığı barədə məlumat verək. Ənənəvi qaydadır, bəzi sürücülər radara ötdükdən sonra sürət həddini də növbəti radara qədər ötürürlər. Beləliklə onlar cərimə olunmaqdan xilas olurlar. Ağıllı radar sistemi isə hesablayır ki, siz bir radardan digərinə qədər olan məsafəni icazə verilən maksimum sürət həddi ilə, misal üçün 10 dəqiqəyə qət edə bilərsiniz həmin məsafəni, halbuki siz 5 dəqiqəyə və yaxud da 9 dəqiqəyə həmin məsafəni qət etsəz, sistem sizi cərimələyir, çünki siz yüksək sürət həddi ilə hərəkət etmişsiniz. Bəs Azərbaycanda belə sistem quraşdırılıbmı? Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə xeyr, Azərbaycanda ağıllı radar sistemi quraşdırılmayıb. Ümumiyyətlə yol infrastrukturu imkan vermir ki, Azərbaycanda belə bir sistem quraşdırılsın. Ağıllı radar bəzi xarici ölkələrdə elə avtomagistrallarda quraşdırılır ki, həmin yollara bitişən, kəsişən digər yollar olmur və bizdə isə belə yol demək olar ki, yoxdur. Mövcud yollarımızda isə quraşdırılsa mübahisəli məqamlar artar və yaxud da sistem bir sözlə effektiv olmayacaq. Son olaraq xatırlatmaq istəyirik ki, Azərbaycanda baş verən yol nəqliyyat hadisələrinin böyük əksəriyyəti sürət həddinin aşılmasına görə baş verir. Məndə statistikada var. Ötən il bu səbəbdən 546 qəza olub, təəssüf ki, 377 nəfər həyatını itirib. Yolunuz açıq, asan və qəzasız olsun.